növbəti oyun Zirə Turan Tovuz. 1-0 hesabı qeydə alındı. Turan Tovuz artıq ikinci ya üçüncü haldır ki, belə halla, vəziyyətlə rastlaşır. Rəqib azlıqda qalır, amma bundan yararlana bilmir. Zirə Salifo Sumanın qolu ilə ikinci hissədə önə keçdi. İsa Cibrilanın mükəmməl bir ötürməsi. Super ötürmə. Bu ikili, yəni xarüqələr yaradır Zirə komandasında. Salifo Suma ilə maraqlanan kollektivlərin sayı da durmadan artır. Günü-gündən artır. Onun meneceri də bu məsələyə münasibət bildirdi. Düzdür, hələlik konkret olaraq nəsə bir şey demədik. Bu da professionallıqla əlaqəlidir. Mövsümün bitməsi gözləyir. Çox istəyərdim ki, bu il getməsin. Hallanmağa başlayıb artıq. Biləm, amma onlar yəni İsa Cibrila, Salifo Suma, Rafael Utsi, hələ David Volkov zədəlidir. Yəni ideal bir heyətə malikdir hazırda Zirə hücum potensialı baxımından. Avrokuboklara da yaxşı hazırlaşacaqlar və Turan Tovuzu da məğlub edərək mövsümü ikinci sırada garantilədilər. Yəni rəsmiləşdirdilər, dəqiqləşdirdilər. Bir daha təbrik edirik Rəşad Sadıqov və onun komandasını. Nəyə gətirmək istəyirəm? Qismət Aliyevin 59-cu dəqiqədə qırmızı vərəq almasından sonra Turan Tovuz sayca üstünlükdə oynamağa başladı, davam etdi, amma Qurban Berdiyevin futbolçuları bu say üstünlüyündən yararlana bilmədilər. Elə bu mövzu ilə bağlı da mətbuat konfransında həmkarlarımız sual ünvanlayıb ki, Qurban Berdiyevə say üstünlüyündən neçə oyundur ki, yararlana bilmirsiniz? O da bildirib, biz bu hokkey deyil, mini futbol deyil, futsal deyil ki, yəni rəqib azlıqda qalsın, dərhal yararlanasan. Bəli. Bu futboldur, yəni o demək deyil ki, 11 nəfər 10 nəfərə qarşı oynayırsa mütləq qol vurmalısan. Aydındır. O sən nətərdirsə, sənin sözünə qüvvət. Rəqib komanda hansısa qırmızı vərəq alandan sonra da, əgər sən müdafiədə də sən sistemdə oynayırsansa, Zirə haqqında da danışanda ümumiyyətcə, yəni bu haqda, yəni səhərə qədər danışmaq olar. Həmin o hansı ki komanda kollektivi yaradıb, kollektivi qrup və meydançada mübarizə aparan o Zirə kollektivi, Zirə komandası Rəşad müəllimin yəni orada böyük işini vurğulamaq lazım ki, çox çotki oynayırlar da, bildin necə. Əgər bir nəfər də azlıqda qalandan sonra, ay sağ ol, çotki yəni elə o mənada da bütün bu planda deyirəm. Yəni bir nəfər də azlıqda qalanda sən təsəvvür et daha məsuliyyətli olursan və müdafiə planında daha kompakt olursan. İstəyir 11-in 10-a yox ha, 9 nəfər qalsın belə və yaxud da 8 nəfər qalsın. Sən əgər 11-in qapısı da plus qapısı ilə də, yəni 11 nəfər 8 nəfərə qarşı nə qədər atak edirsən elə, variant yoxdur, qol vurasan. Adi məşqlərdə məsələn hücum planında nəsə atak verirsən, məşq şeydə, tutaq ki 6-nın 4-ə 4-lü müdafiəni qoy, 6 nəfər də hücuma meyilli futbolçular qoy, 6-nın 4-ə atak eləsinlər. O 4-lü müdafiə var ha. Əgər düzgün oynayırlarsa, düzgün bir-birini sığortalayırlarsa, eyni zamanda yarım müdafiəni də kommunikasiyada varsa, 6-nın 4-ə 10 dənə atak elə, onundan maksimum özünü öldürək 2 dənə qol vuralar, ya 3 dənə vuralar. Yəni bu daha peşəkar komandalarda da belədir. İndi mən hal-hazırda da məsələn Araz Naxçıvan 19-larında da məşq verirəm. 4-lü müdafiəni qoyuram, 6-nın 4-ə məsələn atak edirlər. 10 dənə atakada maksimum 2 dənə, 3 dənə yəni qol vuralar. Yəni deməyim də odur ki, say azlığında yəni qalmağına baxmayaraq Rəşad müəllim özü də press konferansiyada da deyir ki, yəni komandamız tam o futbolçuların əzmkarlığı, hansı ki say azlığında qalandan sonra yəni hesabı belənçinə qoruyub yəni 1-0-da saxlamağı, yəni o futbolçuların plus baş məşqçinin hansı ki verdiyi o tapşırıqları %100 konkret çotki yerinə yetirməyə. Amma Qurban Berdiyev yaxşı də toxunub ki, biz belə oyunla və belə qeyri-stabil nəticələrlə Avrokuboklara yəni getməyi arzulamalı deyilik əslində. Yəni layiq bilmir əslində bu Turan Tovuzun Avrokuboklardakı çıxışını. Eyni zamanda bildirir ki, bütün ümidimiz Qarabağın ümidinə qalıb. Qarabağ kuboku götürməlidir ki, biz eyni zamanda 4-cü yeri tutaraq, yəni 4-cü pillədəki mövqeyini möhkəmləndirərək Avrokuboklara yollansın. Çünki Araz Naxçıvanla Turan Tovuz arasında hazırda 6 xallıq fərq var. 3 tur qalıb çempionatın başı. Turanla Sabahın arasında nə qədərdir? Turanla Sabahın arasında 8 xal fərq var. Demək olar ki, artıq 4-cü yeri təmin edib Turan Tovuz. Yəni gələn həftə garantiya ala bilər. Sadəcə məni maraqlandıran bir məqam var. Mən sənin dediklərindən Ruslan hamısına razıyam. Sadəcə bir şey diqqətimi çəkdi, bir fakt. 59-cu dəqiqədə oldu da qırmızı kart. 60 deyək. Yəni 1 saat oyunun 1 saatı gedib, yarım saat oyun qalıb. Artırmalarla bir. Yəni şey deyirəm də, yəni standartla hesablayıram. Yaxşı, bu 60 dəqiqə Zirə
tam heyətlə oynayıb. Turan Tovuz tam heyətlə. Yox, qırmızıya qədər də, yəni Qırmızıya bərabər olub qədər da. də. Aha, okey. Zirə tam heyətlə oynayıb. Turan Tovuz Zirənin qapısına 0 zərbə. Hı. Ondan sonra yarım saat bunlar azlıqda ola-ola o 0-ı qorumusunuz. Yəni bir dənə də zərbə vurulmayıb. Qapıya bir zərbəsi. Yəni mən burada indi irad tutmuram, heç nə eləmirəm. Sadəcə deyirəm buna fikir vermək lazımdır ki, Turanda yəni müdafiə deyilik. Müdafiəsi yaxşıdır. Qurbanberdiyev müdafiəsini qurub, amma yenə də o biri komandalara nisbətən yaxşıdır. Yəni ondan aşağı olan komandalara yaxşıdır. Hal-hazırda 37 qol buraxıb. İlk Turanda sənin sözünə qüvvət Ali. O Otocan gedəndən sonra elə bir qırıldı, nəsə elə bir qırılma anı oldu. Yadındadır Ali? Otocan Qarabağ uzanda şeydə Tofiq Bəhramov adına stadionda son saniyələrdə konkret qabaqda lider kimi Turan Tovuzun əsas silahı standart vəziyyətləridir. Gəlin razılaşaq. əlbəttə, yəni onu demək lazımdır, onu vurğulamaq. Çünki çox qollar vurublar, çox. Vurublar, sözüm yoxdur, amma bax standart vəziyyətlərə də gəlsək, yəni 5 dənə küncdən zərbə vurulur. Standart vəziyyət təkcə küncdən zərbə. Yox, yəni məndə olan statistika ancaq şeydir, küncdən Sən standart zərbələrdir. vəziyyətində əla oynayırsansa, bir rəqib komandada oturub Rəşad müəllimcil bir həftə qabaqcadan oturub beyinlərin yorurlar, analitiklərlə, videolarla bunların standartlarına baxırlar ki, bunlar standartda güclüdür və məşq prosesi boyu həftəlik siklında inandırım səni ki, bəlkə də dəfələrlə 50 dəfə, 100 dəfə həmin o standartları da işləyiblər ki, bunlar belə qaldırırlar. Bunlar bu oyunçular girir. Ona söz yoxdur, analiz eləyir, Rəşad analiz edir. Amma mənim hal-hazırda demək istədiyim nədir? Mən üst tuturam Turan Tovuzun rəhbərliyinə və artıq dərəcədə xahiş edirəm ki, bu yay fasilə deyil halbuki, yəni yayda hücum xəttini gücləndirmək lazım. Bilirəm özünüz bilirsiniz yəni bunu. Ehtiyac yoxdur mən bəlkə də sizə deməyə. Amma yenə də mən özümün bir azarkeş borcum kimi hiss edirəm bunu və bunu yerinə yetirmək istəyirəm. Çünki Turan Tovuza çox böyük ümidlərlə biz baxırdıq. Ümumiyyətlə, Turan Tovuz hazırda elə bir kluba çevrilir ki, yəni bu mövsüm Avrokuboklara düşməsəm hər şey bitdi, batdı və salam tamamlandı deyə bir şey yoxdur. Yoxdur. Gələcəyə hesablanan layihələri görürük. Şurdaxana bazası, Bəli. stadionun örtüyünün yenilənməsi, yəni Bəli. bu yeni idarə heyəti, Ehtiram müəllimin gəlişi ilə pul yatırımları, iş adamlarının Azərbaycan futboluna yanaşması, sərmayələr yatırması, gələcəyə hesablanan bir komanda formalaşdırır. Yəni Turan Tovuz bu mövsümdə Avrokuboklara düşməsə yenə faciə olmayacaq. Bəli. Əsas odur ki, yaxın 2-3 il ərzində Bunlar gələcəyin komandasını qururlar.